Üçbucağın üç tərəfi, üç bucağı və üç təpə nöqtəsi var. A təpəsinə alfa bucağı, B təpəsinə beta bucağı və C təpəsinə qamma bucağı qeyd eləyək. A təpəsinin qarşısındakı tərəf A, B təpəsinin qarşısındakı tərəf B və C təpəsinin qarşısındakı tərəfi də C ilə işarə edək. Üçbucağın perimetri P bərabərdir A üstəgəl B üstəgəl C-yə bərabərdir. Üç tərəfin cəminə. Üçbucağın daxili bucaqlarının cəmi alfa plus beta plus qamma bərabərdir 180 dərəcəyə. Üçbucağın xarici bucaqlarına baxaq. Betanın xarici bucağı beta iştirik, alfanın xarici bucağı alfa iştirik və qammanın xarici bucağı qamma iştirik qeyd eləyək. Alfa iştirik plus beta iştirik plus qamma iştirik bərabərdir 360 dərəcəyə. Deməli, üçbucağın xarici bucaqlarının cəmi də 360 dərəcədir. Üçbucaqda bir xarici bucaq özünə qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Yəni, alfa iştirik bərabərdir beta plus qammaya və yaxud da beta iştirik bərabərdir alfa plus qammaya. Qamma iştirik bərabərdir alfa plus betaya. Deməli, üçbucağın ixtiyari istənilən xarici bucağı özünə qonşu olmayan daxili bucaqların cəminə bərabərdir. Baxaq, üçbucaqda tərəf bucaq münasibətlərinə. A, B, C. Bu tərəf A, bu tərəf B və bu tərəf də C olsun. Təpələrə uyğun yazdıq. ABC ixtiyari üçbucaq olarsa, birinci danışıq ixtiyari üçbucaq olarsa. Əgər ABC ixtiyari üçbucaqdırsa, onda üçbucağın bir tərəfi, məsəl üçün A tərəfi, digər iki tərəfin cəmindən kiçik, fərqinin modulundan böyükdür. Bunu üst tərəf üçün də yaza bilərik. İkinci danışıq. Əgər bucaq A 90 dərəcədən böyük olarsa, yəni bucağa kör olarsa, bu zaman kör bucağın qarşısındakı tərəf, yəni A, bizə hansı bucağı verib? A bucağının kör olduğunu. Onda bu zaman biz bunu A-ya tətbiq edirik. A, deməli, B plus C cəmindən kiçik və kök altda B kvadrat plus C kvadratından böyük olacaq. Yəni, A-nın kör olması 90 dərəcəyə. Əgər A bucağı 90 dərəcəyə bərabər olsaydı, biz onda Pifagora görə yazardıq. A kvadrat bərabərdir B kvadrat plus C kvadratına. A da bərabərdir kök altda B kvadrat plus C kvadratına. 90 dərəcəyə bərabər olanda B kvadrat plus C kvadratına bərabər olur və 90 dərəcədən böyük olanda onda B kvadrat plus C kvadratından böyük olacaq A. Bunu da bu şəkildə yadda saxlaya bilərsiniz. Yəni, 90-dan böyüksə, deməli A Pifagordan böyük olacaq. Cəmindən də kiçik olacaq. Baxaq üçüncü qaydaya. Üçüncü də, yəni biz bunu B bucağı üçün şərt versək ki, B 90-dan böyükdür, onda biz bunu B üçün tətbiq edəcəyik. Əgər bizdə yazılsaydı C 90-dan böyükdür, onda biz bunu C üçün tətbiq edəcəyik. Baxaq üçüncü qaydaya. Əgər bizə deyilsə ki, bucaq A kiçikdir 90-dan. Yəni bu zaman nədir? İti bucaq olarsa. İti bucaq olarsa, onda A tərəfi Pifagordan kiçik olacaq. Yəni, B kvadrat plus C kvadratından kiçik və modul B minus C-dən böyük olacaq. Deməli, 90-dan kiçik olması o nə deməkdir? Pifagordan kiçik, kökləri fərqindən də, modulundan da böyük olacaq. Baxaq bizim dördüncü qaydamıza. Dördüncü qaydamızda da hər üç bucaq iti olarsa, yəni bucaq A-da, bucaq B-də, bucaq C-də. Üçü də iti bucaq olarsa, iti bucaq bu şərt daxilində verilsə, bu zaman biz yazırıq ki, A tərəfi, məsəl üçün A tərəfi üçün yazırıq. A tərəfi kök altda B kvadratı çıx C kvadratının modulundan böyük və kiçikdir B kvadratı plus C kvadratından. Bunu üç tərəf üçün də yaza bilərik bu şərti. Bu da oldu üçbucaqda tərəf bucaq münasibətləri. Gələk, indi öyrənək üçbucaqda median, tənbələn, hündürlük qaydalarını. A, B, C. ABC üçbucağında median nədir? Deməli, üçbucağın üç təpəsindən də median çəkilir. Deməli, üçbucaqda üç dənə median çəkmək olur. Deməli, üçbucağın üç təpəsindən də median çəkmək olur. Üçbucaqda median nədir? Yəni, A təpəsi ilə BC tərəfini birləşdirsək, yəni AD xətti median adlanır. Median çəkildiyi tərəfi iki bərabər hissəyə bölür. Yəni, BD bərabərdir DC-yə.
BD bərabərdir DC-yə. Üçbucağın medianı digər medianı seçək. BK medianını da seçək. BK. Bu zamanda AK bərabərdir KC-yə. Və bir dənə də CF medianını seçək. CF medianı çəkmişiksə, buradan da AF bərabərdir BF-ə. Deməli, median çəkildiyi tərəfi iki bərabər hissəyə bölür. Medianların kəsişmə nöqtəsinin bir O nöqtəsi qeyd edək. Medianların kəsişmə nöqtəsi ağırlıq mərkəzi adlanır və medianlar kəsişmə nöqtəsində təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünür. Yəni, AO-nun OD-yə nisbəti bərabərdir 2-nin 1-ə nisbətinə. Yəni, sonra BO-nun OK-yə nisbəti bərabərdir 2-nin 1-ə nisbətinə. Medianlar kəsişmə nöqtəsində təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünür. Şəkli silək, yeni şəkil seçək. A, B, C. Bu tərəf A, bu tərəf B, bu tərəf C. Deməli, B tərəfinə çəkilən median MB işarə eləyək. Biraz. Bu, belə adlandıraq. Bu CE, bu BD, bu da AK. B tərəfinə çəkilmiş medianı MB, A tərəfinə çəkilmiş medianı MA və C tərəfinə çəkilmiş medianı da MC. Baxaq, indi medianın tapılma düsturuna. Medianlar tapmaq üçün, əgər üçbucağın üç tərəf verilibsə, A, B, C tərəfləri verilibsə, onda A tərəfinə çəkilmiş medianı tapmaq üçün MA bərabərdir 2-də 1 kök altda 2B kvadratı plus 2C kvadratı çıxılsın A kvadratı. Hansı tərəfə median çəkilsə, o tərəfə çıxılır. M, B bərabərdir 2-də 1 2A kvadratı plus 2C kvadratı çıxılsın B kvadratına və MC bərabərdir 2-də 1 kök altında 2A kvadrat üstə gəl 2B kvadrat çıxılsın C kvadratına. Bu şəkildə deməli, medianları tapmaq üçün MB tərəfinə çəkmiş medianı, MA və MC tərəfinə çəkmiş medianı tapmaq üçün düsturlarımız. Baxaq indi, əgər üçbucaqda medianlar və tərəflər arasında əlaqəyə baxaq, deməli, MA-nın kvadratı üstə gəl MB-nin kvadratı plus MC-nin kvadratı bərabərdir 4-də 3 A kvadrat üstə gəl B kvadrat plus C kvadratına. Bu şəkildə yazılır. Bu düsturda deməli, burada MB-ni kvadratı yüksəldirsiniz, MC-ni kvadratı yüksəldirsiniz və MA-da da MA-nı kvadratı yüksəldib alt-alta toplasaq, bu düstur bizdə əmələ gəlir. Baxaq indi, deməli, baxaq, mediandan sonra baxaq tənbölən nə olduğuna. ABC. ABC üçbucağında tənbölən təpəni, deməli, təpədəki bucağı, BK tənböləni bucağı iki bərabər hissəyə bölür. Yəni, bucağı yarıya bölür tənbölən. Bu tərəf A, bu tərəf C, bu tərəf də B tərəfidir. Üçbucağın tənböləni çəkildiyi tərəflərdə mütənasib parçalar ayırır. Bura M, burada M olsun. Tənbölən L hərfi ilə işarə olunur. Yəni, BK tənböləndirsə, o bərabərdir L kimi yazaq. L hərfi ilə işarə olunur. Medianda bilirik ki, M hərfi ilə işarə olunurdu. Tənböləni tapmaq üçün düsturumuz L bərabərdir. Bura A yazmışıqsa, deməli, L-in kvadratı bərabərdir A vur C, çıxılsın N vur M. Deməli, A vur C, çıxılsın N vur M. Tənbölənin düsturudur. Deməli, üçbucaqda 3 dənə tənbölən çəkmək olur. Hər təpədən bir tənbölən çəkilir və üçbucağın tənbölənlərinin kəsişmə nöqtəsi daxilə çəkilmiş çevrənin mərkəzinə düşür. Tənbölənlərin kəsişmə nöqtəsi daxilə çəkilmiş çevrənin mərkəzinə düşür. Bu da bu şəkildə tənbölənin düsturunu yazdıq. İndi tənböləndə demişdik ki, tənbölən qarşıda çəkildiyi tərəfdə mütənasib parçalar ayırır. Tənbölən xassəsi A-nın C-yə nisbəti bərabərdir M-in N-ə nisbətinə. Bunu yaza bilərik. C-nin A-yə nisbəti bərabərdir N-in M-ə nisbətinə və yaxud da bu şəkildə də yaza bilərik ki,
C-nin N-ə nisbəti bərabərdir A-nın M-ə nisbətinə. Bu da belə. Deməli, tən bölənin düsturu, tən bölənin xassəsi yazdıqdan sonra keçək hündürlüyə. Hündürlüyün nə olduğundan danışıq. Üçbucaqda hündürlük A, B, C. B təpəsindən BD hündürlüyü çəkilsə, çəkildiyi tərəfə perpendikulyar olur. Yəni 90 dərəcə bucaq yaradır. Üçbucaqda birinci baxa iti bucaqlı üçbucağa. İti bucaqlı üçbucaqda daxilə 3 dənə hündürlük çəkmək olur. Deməli, daxilə 3 dənə hündürlük çəkmək olur. Bu da C1. İti bucaqlı üçbucaqda deməli, daxilə 3 dənə hündürlük çəkmək olur. Baxaq, kör bucaqlı üçbucağa. Kör bucaqlı üçbucaqda A, B, C. A, B, C. Kör bucaqlı üçbucaqda daxilə yalnız kör bucaq təpəsindən hündürlük çəkmək olur. B, B1. Deməli, burada 3 hündürlük daxilə. İkinci. Kör bucaqlı üçbucaqda isə kör bucaqlıda daxilə yalnız birini çəkmək olur. İti bucaqlıda 3-ü də daxilə çəkilir. Amma kör bucaqlı üçbucaqda daxilə yalnız birini çəkmək olur. Baxaq, kör bucaqlı üçbucaqda digər 2 hündürlüyü çəkək. Deməli, A təpəsinə hündürlük çəkmək üçün BC tərəfinin uzantısını çəkirik və buradan çəkilən A1 hündürlüyü. C təpəsindən hündürlük çəkmək üçün isə AB tərəfini uzadırıq və bu da C1 hündürlüyü. Deməli, kör bucaqlı üçbucaqda hündürlüyün biri daxilə düşür, digər ikisi isə xaricə düşür. Baxaq indi düz bucaqlı üçbucağa. A, M, C. Düz bucaqlı üçbucağa. Düz bucaqlı üçbucaqda da üçbucağın 2 hündürlüyü onun katetidir. Yəni AB və BC. Bu H1 yazaq, buna da H2. Yəni H1 AB'dir. H1 AB'dir. H2 BC'dir. H3 də hipotenuza çəkilən hündürlükdür. Buna BB1. Deməli, H3 də bərabərdir BB1-ə. Düz bucaqlı üçbucaqda da 2 hündürlük onun katetidir. 3-cü hündürlük də hipotenuza çəkilir. Bu da belə. Hündürlük biz bilirik ki, böyük tərəfə həmişə kiçik hündürlük çəkilir və kiçik tərəfə də böyük hündürlük çəkilir. Bucaqlarda isə üçbucağın bucaqlarında demişdik ki, kiçik bucaq qarşısında kiçik tərəf, böyük bucaq qarşısında da böyük tərəf durur. Bunu da burada qeyd edeyim. Deməli, A, B, C. Bu alfa, bu beta, bu da gamma. Bu A tərəfi, B tərəfi, C tərəfi. Əgər bizə deyir ki, A böyükdür, B böyükdür, C-dirsə, onda A ən böyük tərəfdirsə, onda alfa ən böyük bucaq olacaq. Sonra B-dirsə beta və ən kiçik C-dirsə, onda ən kiçik bucaq da gamma olacaq. Bunu hündürlük üçün yazsaq, A, B, C. Bu A bu tərəfi, bu B tərəfi, bu da C tərəfi. Alfa, beta, bu da gamma. Və biz bilsək A, B, C münasibəti ödənsə, ən böyük tərəfimiz A, sonra B, sonra C, demək ən kiçik tərəfimiz C olsa, onda A tərəfindən çəkilmiş hündürlük HA, B tərəfindən çəkilmiş hündürlük HB və C tərəfindən çəkilmiş hündürlük HC yazaq. Kiçik tərəfə hansı hündürlük çəkiləcək? Böyük hündürlük çəkiləcək. Bu da belə. Baxaq indi hündürlükdən də danışandan sonra hündürlüyün tapılma düsturu. Hündürlüyü tapmaq üçün biz hələ ki danışdığımız qayda ixtiyari üçbucaq üçündür. Yəni ixtiyari üçbucağın içərisində düz bucaqlı da gedir, bərabər yanlı da gedir, bərabər tərəfli də gedir. İndi biz olan hamısını ayrı-ayrı qaydalarını deyəcəm. Amma ki, hələ ki danışırıq ümumi üçbucaq üçün olan qaydaları. Baxaq hündürlüyün tapılma qaydası. Bizdə ixtiyari üçbucaq verilibsə, deməli A, B, C. İxtiyari üçbucaq və 3 tərəfi də verilibsə A, B və C. Burada alfa, bura beta, burada gamma yazaq. Bizdə hündürlük tapmaq üçün birinci baxaq, yarım perimetri tapırıq. P bərabərdir A üstəgəl, B üstəgəl, C böl 2. S bərabərdir sahəni tapırıq. P yarım perimetr vurulsun. P çıx A tərəfi. P çıx B.
P çıx C. Bu bizdə adlanır Heron düsturu. Heron düsturu. Sahə düsturudur. Heron düsturu. Sahəni tapandan sonra, məsəl üçün, A tərəfinə çəkilmiş hündürlüyü tapsaq, H bərabərdir 2S böl A. B tərəfinə çəkilmiş hündürlüyü tapsaq, 2S böl B. C tərəfinə çəkilmiş hündürlüyü tapsaq, 2S böl C. Bu düsturlardan istifadə olunur. Deməli, üçbucağın 3 tərəfi var və bizə hündürlüyü tapmaq tələb olunur. Bu zaman siz yarım perimetr tapırsınız, Heron düsturunu tapırsınız və hündürlüyün düsturu 2S böl A, 2S böl B, 2S böl C. Bu şəkildə. Burada 2S böl C'dir, A yazmışam. Bu da aydın oldu hündürlüyün tapılma düsturu. Buradan ixtiyari üçbucaqdan danışmışkən bir dənə HA bərabərdir 2S böl A. Bu qalsın. Bizdə Heron düsturu ilə olan, deməli, hündürlüyün düsturunu yazdıq və bizdə var üçbucağın xaricini çəkimi çevirən radius düsturu. Xaricini çəkimi çevirən radiusu 4S bölünsün. A, B, bir saniyə. A vur, B vur, C bölünsün 4S-ə. Bu xarici çəkimi çevirən radiusudur. Daxili çəkimi çevirən radiusu da bərabərdir 2S bölünsün A plus B plus C. Bu düsturlarla hesablanır. Burada A, B, C tərəflərdir. S də Heronla tapdığımız sahədir. Daxili çəkimi çevirən radiusuna yenə S Heron düsturundan tapdığımız sahə, ABC isə üçbucağın tərəfləridir. Tənböləni demişkən, tənbölənə aid düsturu da deyək. ABC. Deməli, daxildən çəkilən tənbölənləri bir K nöqtəsinə kəsişdirək. Alfa, alfa, beta, beta. Burada bir qamma bucağı olsun. Onda qamma bucağını tapmaq üçün qamma bucağı bərabər 90 dərəcə üstə gəlinsin. Bucaq A böl 2. Bu şərt ödənir. Burada, bunu bir dəqiqə. Bucaq A böl 2. Bu şəkildə. Və bu belə və xarici bucağın tənbölənlərini çəksək. Xarici bucağın tənbölənlərini çəksək. A, B, C tərəfi. Xarici bucağın tənbölənlərini çəksək. Bura alfa, alfa yazaq. Burada beta, beta yazaq. Və bura bir K nöqtəsi yazaq. Burada bir qamma bucağı yazaq. Onda xarici bucağın tənbölənlərinin kəsişmə nöqtəsində yaranan qamma bucağını tapmaq üçün qamma bərabərdir 90 dərəcə çıxılsın bucaq A böl 2. Bu şəkildə hesablanır. Danışaq bərabər yanlı üçbucaqdan. Bərabər yanlı üçbucaq nədir? Müxtəlif tərəfli üçbucaq dedik, yəni ixtiyari üçbucaqdan danışdıq. İndi baxaq bərabər yanlı üçbucağa. Bərabər yanlı üçbucaq nədir? Bərabər yanlı üçbucaq A, B, C. Yan tərəfləri bərabər olan üçbucaq bərabər yanlı üçbucaqdır. AB tərəfi AC tərəfinə bərabərdirsə, bərabərdir AC tərəfinə. Demək, üçbucaqda bərabər tərəflərinə bunun yan tərəfləri, yan tərəfi, digər tərəfini isə oturacaq deyilir. Bərabər yanlı üçbucaqda. Oturacaq. Oturacağı bitişik bucaqları bərabər olur. Beta, onda burada betadır. Yəni, bucaq B bərabərdir bucaq C-yə, o da bərabərdir betaya. Demək, bərabər yanlı üçbucağın bərabər tərəflərinin yan tərəfi bərabər olmayan tərəfinə oturacaq. Oturacağı bitişik bucaqları da bərabərdir. Bu oldu bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucaqda təpədən çəkilən hündürlük median tənbölənlə danışaq. A, B, C. Bərabər yanlıdırsa, bu şəkildə qeyd edək. Bu tərəflərə A deyək, bərabər olan tərəfinə, olmayan tərəfinə də 1C deyək. P bərabərdir 2A plus C perimetridir. Və təpədən bir AK hündürlüyü çəkək. AK hündürlüyü çəkək. Bərabər yanlı üçbucaqda, bərabər yanlı üçbucaq təpədən çəkilən hündürlük, median və tənbölən bərabərdir. Hündürlük, median, tənbölən bir-birinə bərabərdir. Yəni, AK hündürlüyü həm median, həm də tənböləndir.
Və indi baxaq oturacaqlardan çəkilən hündürlük median tənbələnə. Bərabər yanlış bucaqda A, B, C. Oturacaqdan BK hündürlüyü çəkilir və buradan da bir CD hündürlüyü çəkilir. Bu zaman BK hündürlüyü bərabərdir CD-yə. Və yaxud bərabər yanlı A, B, C üçbucağında buradan bir BB1, buradan da bir CC1 tənbələni çəkilib. Tənbələni çəkilibsə, onda CC1 bərabərdir BB1 tənbələninə. Və bunu eyni zamanda yaza bilərik ki, hündürlük yazıq, tənbələn yazıq, median üstündə yaza bilərik. Oturacaqdan çəkilən medianlar bir-birinə bərabərdir. Deməli, bərabər yanlış bucaqda nə oldu? Oturacaqdan çəkilən hündürlüklər bir-birinə bərabər oldu. Tənbələnlər bir-birinə bərabər oldu və medianlar bir-birinə bərabər oldu. Amma təpədən çəkilən hündürlük median tənbələn. Yəni təpədən A, B, C. Təpədən BB1 bərabər yanlış buzaq. Təpədən BB1 medianı çəkilibsə, deməli bu BB1 medianı həm də tənbələndir. Və yaxud da həm də hündürlükdür. Və yaxud da BB1 hündürlüyü çəkilibsə, həm median, həm tənbələndir. Ümumiləşdirsək, bərabər yanlı üçbucaqda təpədən çəkilən hündürlük median və tənbələndir. Ancaq oturacaqdan çəkilən tənbələnlər bir-birinə bərabərdir. Və yaxud da oturacaqdan çəkilən hündürlüklər bir-birinə bərabərdir. Və yaxud da oturacaqdan çəkilən medianlar bir-birinə bərabərdir. Yəni biz deyə bilmərik, oturacaqdan çəkilən median həm hündürlük, həm tənbələndir. Bu şəkildə. Baxaq bərabər tərəfli üçbucağa. A, B, C. Bərabər tərəfli üçbucağın bütün tərəfləri bərabərdir. Perimetr olacaq 3A. Bütün bucaqları 60 dərəcədir. 60 dərəcə. Yəni bütün bucaqları bərabərdir. Xarici bucaqları da, bütün xarici bucaqları da 120 dərəcədir. Bu şəkildə, deməli, daxili bucaqları 60-dır. Xarici bucaqlarda hamısı eynidir, 120 dərəcədir. Bu şəkildə bərabər tərəfli üçbucaqda danışaq hündürlük, median, tənbələn. Bərabər tərəfli üçbucaq təpədən çəkilən bir BK hündürlüyü çəkək. Bu BK hündürlüyü həm median, həm də tənbələndir. Və yaxud da bir dənə AA1 hündürlüyü çəkək. AA1 eyni zamanda həm hündürlük, həm median, həm tənbələndir. Və CC1 hündürlüyünü çəksək, həm hündürlük, həm median, həm də tənbələndir. Və bizdə demişdik ki, hündürlük, median, tənbələn. Bütün təpələrdən çəkilən hündürlük, median, tənbələn bir-birinə bərabərdir. Və A kök 3 böl 2 düsturu ilə hesablanır. A kök 3 böl 2 düsturu ilə hesablanır. Bərabər tərəfli üçbucağın sahə düsturuna baxaq. Bərabər tərəfli üçbucaqda sahə S bərabərdir A kvadratı kök 3 böl 4 düsturu ilə hesablanır. Bu da Heron düsturundan çıxan qaydadır. Və bərabər tərəfli üçbucaqda xaricə çəkimi çevirən radiusu A kök 3 böl üst düsturuna hesablanır. Daxili çəkimi çevirən radiusu A kök 3 böl 6 düsturu ilə hesablanır. Bunlar da bərabər tərəfli üçbucağa aid olan düsturları idi.